girişimcilere ne tür tavsiyeler verirsiniz? Mənim bu başarımın ən böyük sırrı hər zaman pozitiv düşünməyim olub. Heç vaxt neqativə düşünməmişəm, heç vaxt neqativə qapılmamışam. Nə qədər yoxlar eşitsəm də, nə qədər etirazlar eşitsəm də, o yoxlar, o etirazlar mənim üçün sanki minlərlə həyə bərabər olub. Hər zaman öz gücümə inanmışam, geri dönüb baxmamışam ki, bugünkü gündə mən bu yolu gedirəm, birdən mənə çətin olar, birdən bacara bilmərəm. Bu sözü heç bir zaman ağlıma gətirib düşünməmişəm. Hər zaman irəli getməyi, uğurlu olmağı, pozitiv düşünməyi və daha çox çalışmağı seçmişəm. Bugün mənə kimsə deyirsə ki, sən bacara bilməzsən, səndə alınmaz. Yəqin ki, sənin və ya deyirlər ki, təcrübən var, bacarandan sonra bu sözü deyirlər. Amma mən həqiqət etmək istəyirəm ki, mənim heç bir təcrübəm yox idi və mənə o qədər yoxlar, o qədər etirazlar, o qədər deyirdilər ki, heç vaxt bacara bilməyəsən. Mən o sözlərdən güc alırdım və o sözlərdən güc alınca başladım daha çox çalışmağa. Vaxt olur ki, gecəni səhərə kimi yatmırdım, işləyirdim ki, mən göstərəcəm ki, mən bacarıram və heç birinin etirazına mən belə deyim, qapılmadım ki, bunu deyir, yəqin ki, düz deyir. O qədər böyük, yəni kənd yerində yaşadığıma görə çox böyük etirazlarla qarşılaşmışam. Buna baxmayaraq davam eləmişəm. Uğurlu olmağın ən böyüsü davamlılıqdır. Nə qədər çox davamlı varsansa, nə qədər çox fikir verməzsənsə heç kəsə, öz getdiyin yolda olduğunu bilirsənsə, təbii ki, Allah da sənə yardımcı olur və çox gözəl uğurlar əldə etmək mümkün olur. Çok güzel.